saat və məsafə eyni, amma qiymət fərqli. Fərqli günlərdə, amma eyni saatlarda bir nöqtədən digər nöqtəyə taksi sifariş etdikdə qiymətlər müxtəlif olur. Məsələn, 8 noyabr prospektindən 28 may istiqamətində günorta saatlarında taksi xidmətləri tərəfindən bəzi günlərdə 3 manat 10 qəpik, bəzən 4 manat 50 qəpik, bəzən də 7-8 manat tələb qoyulur. Bəs bu dəyişiklik nəyə əsasən tənzimlənir? Mən Xırdalanda yaşayıram. Üniversitəyə gələndə ayın 15-i idi mən bilən. Kəskin artdı birdən-birə qiymət. Çox fərqli qiymətlər olur. Axır zaman yəni belə olmamışdı. Artıq bu aydan artıq mart ayından etibarən belə bir hadisələr istəyərdik ki, aidiyyatı qurumlar tərəfindən ən azından bu məsələ tənzimlənsin. Bəli, o haqqda mən də narahatsızlığım var. Məsələn, vururuq bir yerə, tamamilə qiymət baha gəlir. Əgər sifarişlər çoxdursa, artıq avtomatik qiymət qalxır. Əgər sifariş azsa və yaxud da yolun tıxacından asılıdırsa, qiymət dəyişir. Elə bilər ki, 7 manat yazsın, elə bilər ki, 3 manat yazsın. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, ölkədə fəaliyyət göstərən taksi xidmətlərinə vahid qiymət tətbiq edilmir. Buna görə də sifariş zamanı qiymət müxtəlifliyi ilə rastlaşmaq təbiidir. Tətbiq olunan qiymətlər xarici aqreqatorların təklif etdiyi yollar üzrə, məsafələr üzrə rəqəmsal qiymətlərdir. Vahid qiymət tarifi olmadığı üçün hər hansı bir qiymət endirimdən və yaxud qiymət qalxımından söhbət gedə bilməz. Digər bir məsələ isə şənbə bazar günləri, istirahət günləri, xüsusən ehtiyac olduğu təqdirdə qiymətləri süni şəkildə qaldırılması. Əvvəlki günlərdə hansı qiymət tətbiq olunursa, onu da davam etməyi bir vətəndaş mövqeyi olaraq dəyərləndirməliyik. Taksi xidməti göstərən şirkətlərdən birinə də bu barədə sorğu ünvanladıq. Bildirildi ki, tətbiqdən istifadə edərkən qiymət, marşrutun uzunluğu, təyinat dəyişikliyi və gözləmə vaxtı, sifariş anında cari tələb və təklif kimi faktorlara görə dəyişə bilər. Məsələn, sürücülərin sayı tələbatdan çox olduqda qiymət azala bilər və ya əksinə, təklif və tələbat dəyişdikdə əlavə ödənişlər yarana bilər. Həmçinin qeyd edildi ki, qanunvericiliyin tələblərinə uyğun olaraq şirkət tərəfindən yaşı 15-dən çox olan avtomobillər sistemdən deaktiv edilib. Bu da xidmət göstərən taksilərin sayının azalmasına və qiymətlərin dəyişməsinə təsir göstərir.